Hər kəsə salam, yeni vlogum artıq hazırdır və sizləri buradan salamlayıram Bakının bulvarından. Bu günləri hava əslində küləkdir, yağış yağmaq üzrədir, amma mən bu videonu hardasa 1-2-3 həftə bundan qabaq öncə çəkmişəm. O zaman hava o qədər gözəl idi, o qədər günəşli, təmiz hava idi ki, bulvarın gözəlliklərini də buradan sizə ötürürəm. Daha sonra Kırsit Mola getmişdim, kitab müzakirəsinə. Ondan sonra isə artıq evə gəldim. Yəni video çəkmədim, heç nə eləmədim. Hər dəfə deyirəm çəkəcəm, amma çəkmirəm. Bu isə mənim rəfiqəmdən mənə olan hədiyyə idi. Çox sevinmişdim bu hədiyyəyə görə. Yenə də mənim balıqlarım, mənim həyat tərzim. Əlavə 5 ədəd balıq aldım. Gördüyünüz kimi xırda belə balaca xəttli balıqlar var. Barbus gedir adları, yəni cinsi barbus gedir, amma glowfish adlanır. Glowfish'in barbus bir cinsindəndir də, belə deyək. 13 ədəd idi burada balıqlar. Daha sonra qalan bu 3 dənə uzunsov balıqlarım da dünyasını tərk etdilər. Təəssüf ki, yəni daha doğrusu dəyişdilər. Çox təəssüfləndim, amma olur belə hallar, yəni balıqların yəni belə ölmə halları olur, amma çox pis oldum. Neyniyək? Mən də burada geçen belə Şamdan almışdım. Şamdan demeyeyim buna, Şam içərisində var çünki. Gecə kitabxanasını mütaliə edirdim. Artıq bu kitabı çoxdan öncə bitirmişəm. Bundan sonra 3 dənə kitab oxumuşam. Yəni sürətlə oxudum bu kitabı. Bu kitab o qədər belə rahat oxunurdu ki, ona görə tez bitirmişdim bu kitabı. Məncə maraqlıdırsa siz də mütləq mütaliə edin. Burada isə artıq sabahsı gündür. Demək ki, hər gündən biraz videolar çəkmişdim və onların hamısını belə bir paylaşım eləyirəm ki, yəni yadda qalan olsun mənim üçün. Orxideyalarımı artıq kəsmişəm, çünki solmaq üzrə idi. Burada düzü çox gözəl çiçəklərim, amma daha sonra soldular. Gördüyünüz kimi burada görsənir. Bir orxideyamın bir də soldu. Solmaqlar da normaldır. Artıq may ayına gedirik. May ayında belə olur. Yəni onların yenilənməsi üçün köklərini daha çox inkişaf etdirmək üçün kəsməli idim. Yenə də burada gecə yarı kitabxanamı sizlərlə göstərirəm. Amma oxuyub bitirmişəm artıq. Daha sonra kofe. Alışveriş videosu çəkmişəm yenə. Həmişə kimi çörək, evə lazım olan. Sizə götürmüşəm belə. Özümdə hazır edirəm, amma bəzən görəndə fikirləşirəm ki, dada mütləq baxmaq lazımdır. Qiymətdə 1 manat 70 qəpik pizanın. Geçən belə ölçüsüdə idi. Bu da belə bir dəmir yolu çörəyi idi. 80 qəpikdir. Obadan isə aldıqlarım şorunu almışam. Qiyməti münasib düşmüşdü ona görə. Orada çünki ən münasibi bu idi. Daha sonra Trikarova aldım 3 inək pendiri. Sonra isə vanil və qabartma. Bunlar hamısı birlikdə, elə bil ki, bunlar vanil və qabartma çünki mənə lazım olur. Bunlar hamısı bir yerdə 6 manat 13 qəpik elədi. Bunlar isə bir yerdə 5 manat nə qədər elədi. Belə dipçə üçün qab almışam 1 manat 50 qəpiyə. Çox şirindir. Əgər siz də gülləri sevirsinizsə, məncə sizin üçün sərfəli olar. Burada belə hər qəpik bu verdim qum. Çünki mənim bitkim var, o artıq kök verir və onu bura birlikdə qablaşdırarıq. Maraqlı. Şəf. Heç belə bir dipçə ilk dəfə də görürəm. Bilməm siz görmüsünüz yox. Amma gözəl görsənir. Hələ ki belə qala düz qalmır. Bitkimi yerləşdirdikdən sonra isə mərcimək köftəsi etdim. Mərcimək köftəsinə nələr gedir? 1 stakan bulgur, 2 stakan mərci, 1 baş soğan, orta boy, qəşəng qızardılır. Reseptini öz MyFood kanalımda paylaşmışam. Yəni istəsəz link qoya bilərəm və oradan girib izləyə bilərsiniz. Hazırlanması çox asandır, həm doyumludur, həm də çox dadlı, həm də çox fərqli bir dadı var. Bəyənərsiniz, elə düşünürəm. Və buradan vlogumu sonlandırıram. Hal-hazırda da Qanatsız Mələk kitabına başlayıram. Bugün artıq 2-ci günüdür oxumağa başlamışam. Hardasa bir həftə ərzində oxuyub bitirməyi düşünürəm. Maraqlı gedir. Asiya Şıxlının kitabıdır və Asiya Şıxlı da bizim öz Azərbaycanlı yazarımızdır.
mütaliə edin. Sağlıqla qalın.